Dedi ki, səni Kərbəlaya göndərirəm. Deyir, o qədər sevindim, o qədər şad oldum ki, Kərbəlaya gedirəm. Neçə illik həsrətimdir. Dedi ki, 4-cü gün səhər gedəcəksən təyyarə ilə. Cümə gecəsini İmam Hüseynin hərəmindəsən. Deyir, sumkamı yığmışam, oturmuşam. Deyirəm ki, bir dənə xəbər gəlsin, gedim. Kərbəlanı istəyəndə də belə istəyəsən. Özü ki, deyir, təhrik eləyib də məni ki, gedəcəksən. Deyir, çantalarımı yığıb gözləyirəm, zəng elədi ki, alınmadı. Alınmadı deyəndə ah çəkdim, dedim, ah kaş cümə gecəsidir, Kərbəlada olardı. Elə bu ah çəkdim, deyir, gözlə. Deyir, bir gün keçdi, şənbə günü bir nəfər məddah mənə zəng elədi, bu özü ruhanidir. Zəng elədi, səni axtarıram, cümə günü cavab vermədim, deyirəm, narahat edim, telefonum bağlı idi. Deyir, dedi ki, səni yuxuda gördüm, cümə gecəsi. Yatdım, yuxuda gördüm İmam Hüseynin hərəmində söhbət edirsən minbərdə. Və söhbəti qutarsan, bir nəfər nurani adam elə İmam Hüseynin özü idi yəqin ki, zərihdən çıxır, gəlir sənə hədiyyə verir. Deyir, səni tapanmədim, getdim bir Arifə danışdım, deyir, heç bilmədi kimdən söhbət gedir. Dedi ki, yəqin o adam niyyət eləyib, arzu eləyib Kərbəlaya getsin, arzusunu qəbul ediblər. Adam özü danışır. Ondan sonra deyir ki, mən nə qədər bədbəxtəm ki, elə bu niyyəti hər cümə gecəsi eləyə bilərəm. Hər cümə gecəsi bir dənə ah çəkəsən ki, kaş Kərbəlada olardım. Hərəsinə bu qədər dəyər verilir. Allahın insana verdiyi dəyər, qiymət onun niyyəti iləndir. Allah qəlblərimizdə olan niyyətlərimizi özü saflaşdırsın, özü qəlbimizi xoş niyyətlərlə nuran eləsin inşallah. Əuzu billahi minəşşeytanirracim.